Ayatullahlardan biri Həqşinas, Ayətullah Həqşinas zahirən bir yerə göndərirlər təbliğə, yəni gedir təbliğə İranın bir şəhərlərindən. Gəlir birinci 10 gün məhərrəmlikdə, orada 10 gün məhərrəmi, biri məhərrəmi xutbəsini eləyir, gedir evinə və dincəlməyə. Səhər oyanır yuxudan, deyir ki, mənə daş mənsur lazımdır. Deyir, ağa, bir dənə daş mənsur var. Amma sizinlə görüşməkdə onun ləyaqəti yoxdur. Harada fitnələr var, harada fəsad var, harada pis-pis əməllərin başında bu və bunun ətrafı dayanır. Yəni, hələ həmin adamı mən götürün mənim yanıma. Dedi, axı, belə dedim, işiniz olmasa gətirin yanıma. Nəsə gedirlər evinə, gəlirlər, qapını döyürlər, deyirlər ki, biz daş mənsuru istəyir, dedi, yoxdur, hələ 5-10 dəqiqə var ki, evindən xaric olub, gedir şəhər, başqa şəhərə gedir. Gedirlər bunu avtovağzalda haqlayırlar, görürlər ki, gözləyir bilet əlində, avtobusa minmək istəyəndə deyirlər, bəs Ayətullah səni görmək istəyir, bəs sən mütləq gəlməlisən, biletin də bizdəndir, əgər ödəyəcək sənin pulunu gəlir. Gəlir, Həqşinas görür onu, görür, deyir, sən neynəmisən? İmam Hüseyin səni bu cür tərif eləyirdi. Dedi, heç nə, ağa, heç nə eləməmişəm. Bir gün mən bir qardaşım ilə getdim, Məhərrəm ayı. Məhərrəm ayında getdiyim zamanda getdim, evlərə daxil oldum, gördüm ki, evlərdə qazanlar düzülüb, qəzaları pişirirlər, ehsanatlar pişirirlər, amma bir qazanın altı da sönüb ki, mən də gördüm heç kim yox, hamısının başı qatışıb sinə vurmağa, həmin heyətlər gedib sinə vurmağa, amma burada bir dənə qazan, istədim o qazanı yandırım. Yandırım və həmin yandıra bir nəfs istədim, İmam Hüseyndən dilədim, istədim. Dedim ki, ya Hüseyin, sənə and verirəm, mənim Zəhraya. Hamısının əlindən tutmusan. Hamısı sənin dalınca gedir. Mənim də əlimdən tut da, nə olar? Nə olar, yabnə Rəsulillah, ya Hüseyin? Deyir, bu sözü deyir, göz yaşlarım axır. Deyir, nə olar? Sənə and verirəm anan Zəhraya. Sənin üçün qəza pişirən də var, sənin od yandıranın da var, sənin ziyarətə gələn də var, sənin üçün ehsanat verənlər var, sənin üçün can verənlər var. Yabnə Rəsulillah, ey Peyğəmbərin balası, mənim də əlimdən tut da, nə olar? Mən bu şeylərdən qurtarmaq istəyirəm. Həqşinas deyəndən sonra qucaqlayır, ağlayır. Deyir, sən bilirsən, neynəmirsən? Deyir, İmam Hüseyini gördüm yuxuda. Və İmam Hüseyin əleyhissalam mənə buyurdu ki, ged Həqşinası tap, mən Həqşinası azad eləmişəm. Yəni o fitnələrdən azad eləmişəm, günahdan azad eləmişəm. Əldən. Şeytan əlindən tutur insanı cəhənnəmə aparır, amma İmam Hüseyin tutur əlindən cənnətə aparır. Yəni bunu insan o qədər, görürsünüz, o fitnə eləyən, fəsad eləyən, o qədər İmam Hüseyinə bağlandı ki, fitnələrdən döndü. Çünki İmam Hüseyin döndər, bir dənə atdı, bir dənə odun yandırmadan yanmalıdır, qəza pişməlidir, amma bir yox ha, qəza pişirməzlər, pişməz. İmam Hüseynin cəvvarları, İmam Hüseynin ziyarətçiləri qəzasız qalanlar. Qoy mən bunu, bir dənə odun yandırmaqla insan gör hara gəldi, çaxdı. Ayətullahın yuxusuna və İmam Hüseyin əleyhissalamın ki, mən azad eləmişəm, nədən? Günahdan. Görürsünüz Hüseyin belədir. Hüseynə yapışan insanlar, Hüseynə iman bilən insanlar izzət tapar.